Salam hörmətli izləyicilər, bugün sizlərlə master nömrə 1 məntiq kitabından qeyri-aşkar operatorun sualların izahını paylaşacağım. Bu videonu biraz tez-tez danışacağım, çünki çox sual izah etmək istəyirəm. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi yorumda yazmağı unutmayın. Mən vaxt tapdıqca digər bölmələrində izahını çəkib paylaşacağım. Əgər sizin də hər hansısa bir xüsusi istəyiniz varsa, bunu yorumlarda qeyd edə bilərsiniz. İndi hər dəfə mən ədədləri yazmayacağım. Ona görə birbaşa həll üsullarını yazacağım. Demək, operatorun soluna A deyəcəm, sağına B deyəcəm. Yəni AB ədədləri. Və hər dəfə bunlar üzərində işləyəcəm. Həll qaydası kimi. Bir-bir tətbiq eləməyəcəm. Onları artıq siz tətbiq edib özünüz yoxlaya bilərsiniz. Onda birinci sualdan başlasaq, həll qaydası nədir? Kök altında A, üstəgəl, kök altında B. Yəni 5 üstəgəl 7 eləyir 12. İndi sualı tətbiq edək. Kök altında 81, üstəgəl kök altında 169. Buna da mənə verir 9 ilə 13-ün cəmini. O da eləyir 22. Cavab B variantı. İkinci suala baxaq. İkinci sualda həll yolu nədir? A vurulsun B, çıxılsın 1. 7 vur 5, çıx 1, 34. İndi 10 vur 2, çıxılsın 1 yazacağım. O da eləyəcək 19. Üçüncü sual. Üçüncü sualda həll yolumuz nədir? Kök altında A üstəgəl B. 15 ilə 10'u toplayanda 25 eləyir. Onda 5 çıxır. İndi suala tətbiq eləsək, 99 üstəgəlsin 45. Bu mənə verəcək 144'ü. 144'dən də kökdən 12 çıxır. Ona görə cavab 12'dir. Dördüncü suala baxaq. Dördüncü sualda 2A çıxılsın B olacaq. 2 vurulsun 53, çıxılsın 24. O da eləyir 82. Yəni B variantı. Beşinci sualda. Beşinci sualda A çıx 1 vur B olacaq. İndi 3 çıx 1 vurulsun 5. O da eləyir 10. Cavab A variantı. Altıncı sualda. Altıncı sualda A'nı B'ye vuracağım. 3'e böləcəm. İndi 10'u 9'a vurub 3'e böləndə eləyir 30. Yəni Y variantı. 7-ci sual. Burada həll qaydası olacaq 4A çıxılsın B. 4 vur 9, çıxılsın 10, o da eləyir 26. C variantı. 8-ci suala baxaq. 8-ci sualda həll qaydamız olacaq. A üstəgəl 2B. İndi suala tətbiq edək. 28 üstəgəlinsin 2 vurulsun 17. O da mənə verəcək 62'ni. C variantı. 9. 9'da həll qaydamız A üstəgəl B böl 2 olacaq. 5 ilə 15'i toplayıb 2'yə böləcəyik. O da eləyəcək 10. Digər 10-cu suala baxaq. Burada həll qaydamız A üstəgəl B böl 3 olacaq. 12 ilə 18'i toplayıb 3'ə böləcəyik. 10 eləyəcək. 11-ci sual. 11-ci sualda həll qaydamız olacaq 3A çıxılsın 2B. Yəni 7'ni 3'ə vuracağım. Çıxacam 5 vurulsun 2. Və onu da suala tətbiq edəsək 3 vur 5 çıxılsın 2 vur 6. 12-ci sual. 12-ci sualda həll qaydamız olacaq. A kvadratı çıxılsın B. Yəni 5'in kvadratı 25 çıx 7 mənə verir 18'i. Ona görə 9'un kvadratından biz çıxmalıyıq 15'i. O da eləyəcək 81 çıx 15 66. 13-cü sual. 13-cü sualda artıq A ilə B-ni toplayacağıq. Alınan ədədin rəqəmlər cəmini cavaba yazacağıq. Yəni 55 ilə 10'u toplayanda 65 eləyir. 65'in də rəqəmlər cəmi neçə eləyir? 6 üstəgəl 5, yəni 11. Gəldim cavaba yazdım. İndi suala tətbiq edəsəm 61 üstəgəlinsin 70 yazacağım. O eləyəcək 131. 131'in rəqəmlər cəmi də 5 eləyir. 14-cü sual. 14-cü sualda A üstü B yazacağım. Həlli. Yəni 3 üstü 4 81 eləyir. 5 üstü 2 25 eləyir. İndi cavab olacaq 4 üstü 3 64. C variantı.
15-ci suala baxaq. 15-ci sualda həll qaydamız a kvadratı çıx 5 şəklindədir. Yəni 81 çıxılsın 61. 16-cı sual. 16-cı sualda biz ədədləri toplayacağıq A ilə B-ni və 3-ə vuracağıq. 2 ilə 5 7 edir, 7-ni 3-ə vuranda 21. Bu da 7 edir, 7-ni 3-ə vuranda 21. 17-ci sual. 17-ci sualda 2A üstəgəl B şəklində yazacağım. Yəni 2 vurulsun 20 üstəgəl 8 48 edir. 18-ci sual. 18-ci sualda toplayacağım 15 ilə 12-ni. Daha sonra 3-cü dərəcədən kökə salacağım. 15 ilə 12 27 edir. 27-nin də 3-cü dərəcədən kökü 3-ə bərabərdir. Ona görə 93 ilə 32-ni toplayacağım. Eləyəcək 125. 125 də 3-cü dərəcədən 5-ə bərabərdir. Çünki 5-in kubu 125 eləyir. Sonra 19-cu sual. 19-cu sualda həll qaydamız A üstəgəl B kvadratıdır. Ona görə onun üstünə biz gəlməliyik 9-un kvadratı 81-i, o da 91 eləyir. 20-ci sual. 20-ci sualda yenə digər sualla eynidir. A ilə B-ni toplayacağım, rəqəmlər cəmini yazacağım. Yəni biz bunu bayaqları demişdik. 22 ilə 24-ü topladım və rəqəmlər cəmi 10 yazdım. 46, 46-nın da rəqəmlər cəmi 10. İndi 13 ilə 12-ni toplayacağım. Eləyəcək 25. 25-in rəqəmlər cəmi 7 eləyir. 21-ci sual. 21-ci sualda A üstəgəl 4B şəklində yaza bilərəm. Hamı ödəyir. 10 üstəgəlinsin 4 vur 7. O da eləyir 38. Digər suala baxaq. 22-ci sual. 22-ci sualda artıq rəqəmlərlə işləmədir. A-nın rəqəmləri ilə bir işləyirəm, B-nin rəqəmləri ilə bir işləyirəm. Və necə işləyirəm? A-nın rəqəmlər hasilinin üzərinə B-nin rəqəmlər hasilini gəlirəm. Aha. Yazaq. 5 ilə 3-ün cəmi 8 eləyir. Cəmi yox, hasili 15 eləyir. 2 ilə də 6-nın hasili 12 eləyir. 15 ilə də 12-ni toplasaq 27 alacaq. Ona görə cavab olmalıdır. 6 vur 5 üstə gəlinsin. 7 vurulsun 1. O da 37 eləyir. 23-cü suala baxaq. 23-cü sualda A-nın rəqəmlər hasilindən B-ni çıxmalıyıq. Yəni 5 vur 4 vur 2-dən 5 çıxsaq 35 eləyər. İndi suala tətbiq eləsək 5, 4, 9 bir-birinə vurub ondan 120 çıxmalıyıq. O da 60 eləyəcək. 24-cü suala baxaq. 24-cü sualda A çıx 1 vur 5 şəklində yaza bilərəm. 15 çıx 1 14 eləyir. 14-ü də B-yə, yəni 2-yə vuranda 28 eləyir. 25-ci sual. 25-ci sualda 2A üstəgəl 3B şəklində göstərə bilərəm və 5-i 2-yə vuracam, üzərinə gələcəm 3 vurulsun 9-u. 27, 37. Cavab B variantı. 26-cı sualda. 26-cı sualda artıq 2A üstəgəl B kvadratı şəklində olacaq. Bu şəkildə yaza bilərəm. İndi 12-ni 2-yə vuracam və üzərinə 7-nin kvadratını gələcəm. Cavabı tapmış olacam. 27-ci suala baxaq. 27-ci sualda həll qaydası rəqəmləri toplayırıq A ilə B-ni. Daha sonra rəqəmlər hasilini yazırıq. Yəni bu səfər rəqəmlər hasili. 12 ilə 5-i toplayanda 17 eləyir. 17-nin rəqəmlər hasili 7 eləyir. İndi suala tətbiq eləsək 9 ilə 25-i toplayacağıq. Bizə verəcək 34-ü. 34-ün rəqəmlər hasili eləyir 12. 28-ci sual. 28-ci sualda eyni 27 ilə eynidir. A ilə B-ni toplayıb rəqəmlər hasilini cavaba yazmaq lazımdır. Burada nə edirik? A-nın rəqəmlər fərqindən vururuq B-nin rəqəmlər fərqinə. Aha, 6-dan 2 çıxanda 4 eləyir, 9-dan 2 çıxanda 7 eləyir. 4-ü də 7-yə vuranda 28.
İndi suala tətbiq eləyək. 7 çıxılsın 4 vurulsun 5 çıxılsın 2. O da 3, 3, 9. Yəni B variantı. 30-cu sual. Bu dörtlüdür. A, B, C, D şəklində yaza bilərəm. Və dörtlü və üçlülərin mən izahlarını, ümumiyyətlə operatorların izahlarını kanalda paylaşmışam. Oradan baxa bilərsiniz izahlarına. Bu dörtlüdür. Bunun dörtlü həlli necə olacaq? A-nı B-yə vuracam. Çıxacam C vurulsun D-ni. 6 vur 4 çıxılsın 3 vur 2. İndi sualı tətbiq eləsək 7 vur 4-dən çıxmalıyam. 3 vur 5-i. Eləyir 13. 31 də həmçinin üçlüdür burada. A, B, C. A, B, C şəklindədir. Burada da A, B-dən, burada 2 rəqəmli A, B-dən C-ni çıxacaq. Yəni 42-dən 4 çıxanda 38 eləyir. İndi 52-dən mən çıxmalıyam 9-u. O da eləyir 43. 32-ci suala baxaq. 32-ci sualda A-nın rəqəmlər cəmini vuracaq B-nin rəqəmlər cəminə. Aha, yoxlayaq. Bu 3 eləyir. Bu da 7 eləyir. 3-ü də 7-yə vuranda 21. Suala tətbiq eləsək 6, 9, 15 eləyir. 5, 1, 6 eləyir. 15-i də 6-ya vuranda 90. 33-cü sual. 33-cü sualda A-nın rəqəmlər hasilindən B-nin rəqəmlər hasilini çıxsam cavabı alacam. Yəni 8 vur 4-dən çıxmalıyam 6 vur 1-i. O da eləyir 26. A variantı. 34-cü sual. 34-cü sualda A-nın rəqəmlər cəmini kvadrata yüksəldib ondan çıxmalıyam B-nin rəqəmlər cəminin kvadratını. Aha, 5 ilə 4-ü toplayanda 9 eləyir. 2 ilə 3-ü toplayanda 5 eləyir. 9-un kvadratından 5-in kvadratını çıxanda 56-nı verir. Yəni 7 ilə 2-ni toplayıb kvadrata yüksəldəcəm. Çıxacam ondan 5 üstəgəl 1-in kvadratını. O da 9 çıxılsın 36. 45. 35-ci sual. 35-ci sualda A-nı B-yə vurub 3-ə böləcəyik. Yəni 18 vurulsun 2 bölünsün 3. O da eləyir 12. 36-cı sual. 36-cı sualda A-nı B-yə vuracaq, çıxacaq C vur D. Bayaqları 30-cu sualla eynidir. Yəni 6 vur 9 çıxılsın 5 vur 3. Burada da 5-i 9-a vuracaq, çıxacaq 6 vur 7-ni. O da mənə verəcək 3-ü. 37-ci sual. 37-ci sualda A üstəgəl 3B şəklində həllini yaza bilərəm. A üstəgəl 3B, yəni 9 üstəgəlinsin 3 vurulsun 15. O da eləyir 54. 38-ci suala baxaq. 38-ci sual yenə üçlüdür. Burada artıq nə edirik? A-nın üzərinə B-ni gələcək. Sonra B-dən C-ni çıxacaq və bir rəqəm kimi yazacaq. Baxaq, 5 ilə 3-ü toplayanda 8 eləyir. 3-dən də 1-i çıxanda 2 eləyir. Yanaşı yazdı. İndi 4 ilə 3-ü toplayacam 7 eləyəcək. 3-dən də 1-i çıxacam 2 eləyəcək. Ona görə cavab 72. D variantı. 39-cu suala baxaq. 39-cu sualda biz nə etməliyik? Ədədləri bir-birinə vurub onların cəmini çıxmalıyıq. A-nı B-yə vurub onlardan A üstəgəl B-ni çıxmaq lazımdır. Yəni 5 vur 5 25 eləyir. 25-dən çıxıram 5 ilə 5-in cəmini, yəni 10-u. O da eləyir 15. İndi 8 vur 7-dən mən çıxmalıyam 8 üstəgəl 7-ni. Və o da 41 eləyir. 40-cı sual. 40-cı sualda biz bu da rahatdır. Bayaqçına oxşardır. 5 ilə 3-ü toplayanda 8 eləyir. Və 7-dən 5 çıxanda 2 eləyir və yanaşı yazır. 6 ilə 3-ü toplayanda 9 eləyir. 6-dan 3 çıxanda 3 eləyir, yanaşı yazır. İndi biz 9-dan 6-nı toplayacaq, 15 eləyəcək. 7-dən də 1 çıxanda 6. Demək cavab 156 olacaq. 41-ci sual. Burada 41-ci sualda cavab A kubu çıxılsın B şəklindədir.
Yəni 2-nin kubundan mən 6 çıxmalıyam. O da eləyəcək 2. 42-ci suala baxaq. 42-ci sualda A-nı B-yə vuracam. Daha sonra alınan ədədin rəqəmlər cəmini tapacam. 4 vur 8 32 eləyir. 32-nin rəqəmlər cəmi 5 eləyir. İndi biz nə etməliyik? 15-i 5-ə vurmalıyıq. Eləyəcək 75. 75-in də rəqəmlər cəmi 12 eləyir. 43-cü sual. 43-cü sualda 3A üstəgəl 5 şəklində yazsa cavabı ala bilərik. 13 vur 3 üstəgəl 15 eləyir 54. Digər sual. 44-cü sual. 44-cü sualda A üstəgəl 2B şəklində göstərə bilərəm. Yəni 9 üstəgəlinsin 2 vurulsun 15. O da 39 eləyir. Digər suala baxaq. 12-4 sualına. Burada həll qaydamız necədir? 2A-nın üzərinə B böl 2-ni gəlirik. Yəni 12-ni 2-yə vuranda 24 eləyir. 4-ü də 2-yə böləndə 2 eləyir. Bu ilə da bunu toplayanda 26. Demək 15-i 2-yə vuracağıq 30. 30-un üzərinə gələcəyik 32-ni 2-yə bölməkdir. Yəni 16-nı. O da eləyir 46. 46-cı sualda bunları bir-bir toplayacağıq A ilə B-ni. Daha sonra 8-ə böləcəyik. 20 ilə 28-i toplayanda 48 eləyir. 8-ə böləndə 6. İndi 31 ilə 25-i toplayıb 8-ə bölmək lazımdır. 47-ci sualda ədədləri toplayacaq A ilə B-ni. Daha sonra onu vuracağıq 4-ə. 3 ilə 4-ü toplayıb 4-ə vuranda 28 eləyir. 49-cu sualda A-nı B-yə vurub 3-ə bölməliyik. 5-i 33-ə vurub 3-ə böləndə burada qaldı 55. 49-cu sualda maraqlı sualdır. Burada nə edəcəyik? Burada B-nin kvadratından A-nı çıxmalıyıq. Yəni B budur, A da budur. B-nin kvadratından 16 çıxılsın 15 1 eləyir. Yəni 6-nın kvadratından biz 28 çıxmalıyıq. 36 çıxılsın 28. O da D variantı. 50-ci sualda biz A-nın rəqəmlər hasilindən B-nin rəqəmlər hasilini çıxsaq cavabı alacağıq. 4 vur 5 20 və biri də 3-ə vuranda 3. 20-dən də 3 çıxanda 17. Ona görə 8 vur 4 çıxılsın 5 vur 6. O da mənə verəcək 2-ni. 51-ci suala baxaq. 51-ci sualda A-dan B çıxacam və alınan ədədin rəqəmlər hasilini yazacam. 32-dən 10 çıxanda mənə verir 22-ni. 22-nin də rəqəmlər hasili 4 edir. İndi biz 96-dan 42 çıxmalıyıq. O da eləyəcək 54. 54-ün də rəqəmlər hasili 5 vur 4 20. Ona görə cavab A variantı 20 olacaq. 52-ci sualda A-nı B üstəgəl 1-ə vuracağıq. Daha sonra üzərinə B-ni gələcək. İndi yoxlayaq. 5-i vuracam 9-a. Üzərinə 8 gələcəm. Eləyəcək 53. İndi suala tətbiq eləsək 7 vurulsun. 4 üstəgəl 1. Yəni 5. Üstəgəl 4. O da eləyir 39. Y variantı. 53-cü sualda A ilə B-ni toplayıb 5-ə böləcəm. 13 ilə 12, 25, 5-ə böləndə 5. 60 ilə 25-i toplayacam və onu 5-ə bölməliyəm. O da mənə verəcək 17-ni. 54-cü sualda A kubu üstəgəl 5 şəklində yazmaq olar. 5-in kubu üstəgəl 10. O da eləyir 125, 135. 55-ci sualda A-nın rəqəmlər hasilinin üzərinə gəlirəm B-nin kvadratını. A-nın rəqəmlər hasili neçə edir? 20. 3-ün də kvadratı 9. 20 ilə 9-u toplayanda 29 edir. Demək 8 vur 2-nin üzərinə mən gəlməliyəm 2-nin
kvadratını. O da eləyəcək. Bu 16 eləyir. Bu da 4 eləyir. 20. 56-cı sualda a kvadratı çıxılsın 5 şəklində yazsam, cavabı almış olacağım. 8-in kvadratından çıxacam 28-i. O da eləyəcək 36. Y variantı. 57-ci sualda biz a kvadratından b kvadratını çıxıb 2-yə bölsək, cavabı alacağıq. Yəni 11-in kvadratından 5-in kvadratını çıxıb sonra 2-yə bölsəm, cavabı alacağım. 121, 25, 96, 48. Cavab 48 edir. 58-ci sualda a-nı 3-ə böləcəm. Üzərinə 2b gələcəm. Aha. 15 bölü 3 eləyir 5. 5-in də üstünə 16 gələndə 21. 18 bölü 3 üstə gəlinsin 2 vurulsun 20. Yəni 46. A-nı b minus 1-ə vurub b-ni çıxacam. Yəni 8-i 5-ə vurub 6 çıxacam. O da eləyəcək 34. 60-cı sual. Burada 2a üstə gəl b şəklində göstərə bilərəm. Yəni 5 vur 2 üstə gəl 9 eləyir 19. 61-ci sual. Burada a b minus 1 çıxılsın b minus 1 şəklində göstərsəm, cavabı tapa bilərəm. Yəni 9 vurulsun 4 çıx 1 3 çıxılsın 4 çıx 1 3. O da eləyir 27 24. 62-ci sual. Burada a vurulsun b minus 2. 16-nı 2-yə vuranda 32 eləyir. İndi 9-u mən vurmalıyam. 5 çıx 2, yəni 3-ə. O da eləyəcək 27. 63-cü suala baxaq. Burada 4a minus b şəklindədir. 9 vur 4 çıx 21. O da eləyir 15. Digər suallara baxaq. 64-cü sual. 64-cü sualın həll qaydası necədir? A-dan b-ni çıxıram, sonra 2-yə bölürəm. 49-dan 15 çıxacam, sonra onu 2-yə böləcəm. O da 34, 2, 17. Daha sonra 65. Burada 3a üstə gəl b şəklində yaza bilərəm. 3 vurulsun 19, üstə gəlinsin 7. O da eləyir 64. 66-cı sual. Burada a-nı b-yə vuracam. Daha sonra 4-ə böləcəm. 12-ni 8-ə vurub 4-ə böləndə 24 eləyir. İndi 12-ni mən 9-a vurub 4-ə bölməliyəm. O da eləyir 27. Yəni D variantı. 67-ci sual. Burada a üstə gəl 3b-dir həll üsulu. Mən tez-tez deyirəm, çünki çoxunu izah eləyə bilim deyə tez-tez deyirəm. Yəqin ki, siz bunları başa düşə bilirsiniz. Yəni çətinlik çəkmirsiniz bunlarda. Çünki zaten qeyri-aşkarları çatmaq üçün aşkarları işləməlisiniz. Aşkarları da işləmirsinizsə, artıq a üstə gəl 3b-nin mənasını avtomatik başa düşməlisiniz. İndi biz bunun həll üsulunu yazdıq ki, a üstə gəl 3b-dir. Onu tətbiq edək. 11 üstə gəlinsin, 3 vurulsun 6. O da eləyir 29. Y variantı. 68-ci-də. 68-də a üstə gəl b kvadratı yaza bilərəm. Onda 21-in üstünə gələcəm 64-dür. Çünki 8-in kvadratı 64 eləyir. O da 85 eləyəcək. 69-cu sual. 69-cu sualda burada artıq nə edirik? Burada 2-ni a kvadratına vurub b çıxmalıyıq. 2a kvadratı çıx b. Yəni 2-ni 5-in kvadratına vuracağıq burada. Çıxacaq 13-ü. Yəni 50 çıxılsın 13. O da eləyir 37. Yəni A variantı. 70-ci sual. Burada A ilə B-ni toplayıb 2-yə böləcəm. A ilə B-ni toplasaq 18, 12. 30, 30'u da 2'ye böləndə 15. 71-ci sual. 71-ci sualda A üstə gəl
3B şəklində yazsam cavabı alacağam. 19-un üstünə 3 vurulsun 11 gəlməliyim. O da eləyir 52. Ya burada yazaq. 72-ci sual. 72-ci sualda a kvadratı minus b şəklində göstərsəm cavab ala bilərəm. 9-un kvadratı minus 5. 81. 81-dən də 5, 76. Cavab D variantı. 73-cü sual. Burada da a kubundan b çıxmalıyım. 3-ün kubu 27 eləyir. 27-dən də 9 çıxanda 18. İndi 7-nin kubundan çıxmalıyam 215-i. 7-nin kubu 343 eləyir. 343-dən də 215 çıxanda 128. 74-cü sual. A kvadratı üstə gəlinsin B şəklindədir. 9-un kvadratı üstə gəl 9. 81, 90. 75-ci sual. Burada 75-ci sualda 4A üstə gəl B şəklində yazacağım. Yəni 4 vurulsun 9, üstə gəl 1. O da eləyəcək 37. 76-cı sual. 76-cı sualda da A-nı B-yə vuracağım. Daha sonra 4-ə böləcəm. İndi 19-u 8-ə vurub 4-ə bölmək lazımdır. 19-u da 2-yə vuranda 38. Y variantı. 77-ci sual. 77-ci sualda nə etmək lazımdır? 77-ci sualın əslində 2 həll üsulu var. Amma ikinci həll üsulu ilə alınmır, ancaq və ancaq birinci həll üsulu ilə alınır. Əgər dimə belə bir sual düşsə, səhv sualdır. Çünki bir məsələnin 70 dənə, milyon dənə həll yolu varsa, hamısı ilə eyni cavab alınmalıdır. Alınmırsa, məsələ səhvdir. Yəni, buradakı həll yolu nədir? A çıxılsın B-nin kvadratı, çıx yox, üstə gəl 1. Yəni, bu şəkildə həll yolu var. Amma yenə deyirəm, bunu ödəyir. Amma bunu da ödəyir. Yəni, A üstə gəl 9, A üstə gəl 9. Çıxılsın 3B. Yəni, bunu da ödəyir. Yəni, 5 üstə gəlinsin 9, 14 eləyir. 14-dən çıxanda 4 vur 3, 12-ni 2 eləyir. Buna da ödəyir, burada da ödəyir, burada da ödəyir. Burada da qoyanda 10 eləyir. Amma cavab buradakı həll üsulu ilədir. Ona görə 26 eləməlidir. 10 yox. Bu şərti də ödəyir, bu şərti də ödəyir. Yenə deyirəm, dimə düşürsə səhv sualdır. Çünki bir məsələnin bir dənə həll qaydası ilə də cavabı eyni olmalıdır. 1000 dənə həll qaydası ilə də həlli cavabı eyni olmalıdır. 78-ci suala baxaq. Burada 2A üstə gəl B şəklində göstərə bilərəm. 18-i 2-yə vuracam, üstünə 3-ü gələcəm. O da eləyəcək 39. C variantı. 79-cu sual. Burada A-dan çıxacam 2B-ni. Yazaq. 33 çıxılsın, 2 vurulsun 15. O da eləyir 3. 33, 30. 80-ci sual. 80-ci sualda A-dan çıxacam B-nin kvadratını. 24-dən çıxacam 16-nı 8 eləyəcək. İndi 29-dan çıxacam 3-ün kvadratını, o da eləyəcək 20. Yəni C variantı. Digər suala baxaq. 81-ci sual. 81-ci sualda 97 var, bir də 61 var. 9-dan 7 çıxsam 2 eləyər, 6-dan 1 çıxsam 5 eləyər. Və yerlərini qarışıq olaraq yazır. 9-dan 7 çıxıb bura yazır, 6-dan da 1 çıxıb bura yazır. 8-dən 3 çıxıb bura yazır, 2-dən 1 çıxıb bura yazır. Yəni birinci yerə B-nin rəqəmlər fərqini yazır, ikinci yerə A-nın rəqəmlər fərqini yazır. Demək, birinci yerə dedik ki, B-nin, yəni 7 çıx 1. 7-dən 1 çıxanda eləyir 6. Demək, 6-dır. 7-dən də 4 çıxanda 3 eləyir. 63. 82-ci suala baxaq.
Bu sual nümunəsi də dörtlüdür. ABCD şəklində. ABCD şəklində yazaq. Burada nə olacaq? A ilə B-ni toplayacaq. C ilə də D-ni toplayacaq. Aha. İndi baxaq. Yox, burada bu cür olmayacaq. Burada A-nı B-yə vuracaq. Daha sonra A, C ilə D-ni bir-birinə vuracaq. 4 vur 6, üstə gəl 5 vur 3. 39 eləyir. İndi 3'ü 6'ya vuracaq. Üzərinə gələcək 9 vurulsun 2'ni. Və 82 eləyir 36. Yəni Y variantı. 83-cü sualda. 83-cü sualda artıq həll qaydası necədir? 9 ilə 6'nı toplayanda 15 eləyir. 5 ilə 4'ü toplayanda 9 eləyir. 3 ilə 8'i toplayanda 11 eləyir. 1 ilə 7'ni toplayanda 8 eləyir. İndi 3 ilə 7'ni toplayanda 10 eləməlidir. 5 ilə də 7'ni toplayanda 12 eləməlidir. O da Y variantı eləyir. 84-cü sual. 84-cü sualda A, B, C-dirsə, B vurulsun A üstə gəl C şəklindədir. 5'i vuracam, yəni ortadakı ədədi vuracam kənardakıların cəminə. 6 üstə gəl 3-ə. 9, 45. Yəni A variantı. 85-ci suala baxaq. 85-ci sualda A-nın rəqəmlər cəmini vuracam B-nin rəqəmlər fərqinə. Aha. Necə olacaq? 7 ilə 9'u toplayanda eləyir 16. 3'dən də 2 çıxanda 1. 16'nı da 1'ə vuranda 16. İndi yazaq. 6 üstə gəl 8 vurulsun 3 çıxılsın 2. O da eləyir 14. Yəni A variantı. 86-cı sual. Burada da A-nın rəqəmlər hasilindən çıxacam B-nin rəqəmlər hasilini. 8 vur 4'dən çıxacam 9 vur 2'ni, o da eləyir 14. 87-ci sual. Burada A-dan B çıxıb 2'yə bölmək lazımdır. İndi 93'dən 27 çıxıb 2'yə böləndə eləyir 66, 33. B variantı. 88-ci sual. Burada A-dan B çıxıb 2'yə vuracaq. 87'dən 71 çıxıb 2'yə vurmaq lazımdır. 89. 89'da artıq nə edirik? A ilə B-ni toplayırıq. Sonra onu 2'yə bölürük. Daha sonra kvadrata yüksəldirik. İndi 4 ilə 6'nı toplayanda 10 eləyir. 10'u 2'yə böləndə 5 eləyir. 5'in kvadratı 25. Ümumiyyətlə cavablara burada baxanda görürəm hamısı necə ədədlərdir? Kvadratik. Demək kvadratik ədədlərdirsə, demək nəsə burada kvadrat var. Bunlara diqqət edin qeyri-aşkarlarda. İndi 11 ilə 11'i toplayıb 2'yə bölüb kvadrata yüksəltməlidir. O da eləyir 121 elə. 11'in kvadratı 121. 90-cı sual. 90-cı sualda ədədlərə baxıram ki, hamısı kvadratikdir. Bu. Ya bunlar kvadratik ədədlərdir. Onda kök altında A vurulsun kök altında B. Bu 5 eləyir, bu 7 eləyir. 5'i də 7'yə vuranda 35 eləyir. İndi 8 vurulsun 9 olmalıdır. O da 72'yə bərabərdir. A, B, C, D şəklindədirsə olacaq A, B, yəni 2 rəqəmli ədəd olaraq A, B. Üstə gəlinsin C, D, 2 rəqəmli ədəd kimi. 66 üstə gəlinsin 23, 89 edir. İndi biz 75'in üzərinə 24 gəlməliyik. O da eləyir 99. 92-ci suala baxaq. Burada həll qaydamız nədir? A-dan 1 çıxıb B-yə vurmalıyıq. Hamısını da ödəyir. İndi 5'dən 1 çıxıb 7'yə vuranda eləyir 28. A variantı. 93. Burada A ilə B-ni toplayırıq, kök altına salırıq. 12 ilə 13 25 eləyir. O da kök altından 5 çıxır. İndi 90 ilə da 31'i toplamalıyıq. Kök altına salmalıyıq. 121, 11. 94.
94-cü sualda eyni qaydadır. Kök altında a üstə gəl b şəklində olacaq. 33 ilə 16-nı toplayacağım. 49, ondan da 7 çıxır. 95-ci sual. 95-ci sualda a ilə b-ni toplayacağım. 3 çıxacam. 27, 16, 43 eləyir. 43-dən də 3 çıxanda 40 eləyir. Demək, hamısında ödəyirsə, suala tətbiq eləyə bilərəm. 69 ilə 11-i toplayıb çıxmalıyam neçəni? 3-ü. Üçüncü qayda 3-dür. O da eləyir 77. Digər suala keçək 96-ya. Burada a ilə b-ni toplayıb böləcəm a ilə b-nin fərqini. Yəni 12 ilə 6-nı toplayacağım. Böləcəm 12 çıxılsın 6-ya. 18 bölünsün 6, o da eləyir 3. B variantı. 97-ci sual. 97-ci sualda a ilə b-ni toplayıb rəqəmlər cəmini yazacağım. 28 ilə 34-ü toplayacağım, sonra rəqəmlər cəmini tapacağım. İndi 37 ilə 29-u toplayaq. 37, 29 cəmi 66 eləyir. 66-nın da rəqəmlər cəmi 12 verir mənə. 98-ci suala baxaq. Burada isə A-dan B çıxacam və rəqəmlər cəmini tapacam. 84-dən 46 çıxanda 38 eləyir. 38-in də rəqəmlər cəmi 11 eləyir. 99. Burada A kvadratından B kvadratı çıxmalıyam. 12-nin kvadratından çıxacam 6-nın kvadratını, o da eləyəcək 108. Və 100-cü sual. 100-cü sualda həll qaydası olacaq A üstə gəl B üstə gəl 3 şəklində. Bayaqlar çıx 3 idi, burada üstə gəl 3-dür. İndi 69-un üstünə 11 gəlməliyəm və üzərinə 3 gəlməliyəm. O da eləyəcək 83. Bugünlük bu qədər. Digər hissəsini də digər zamanlarda çəkib paylaşacağım. Buna görə kanala abunə olun ki, videonu paylaşan kimi bundan xəbərdar olasınız. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.